Eldar müəllim, qaranlığa xoş gəlmisiniz. Təşəkkür edirəm dəvətinizə görə. Bir zamanlar Azərbaycan prezidentinin katibliyinin rəhbəri, prezident köməkçisi vəzifəsini tutmusunuz. Bu vəzifəyə gəlişiniz necə oldu? Röxəm, əslində qalsa mən ömür boyu tarixçi olmaq istəyirdim. Bu mənim böyük arzum idi. Hələ məktəb illərində mən bunu elan edəndə çoxları mənə deyirdilər ki, tarixçi olmaq çox çətindir. Tarix fakültəsi, hüquq fakültəsi bu ən çətin fakültələrdir, ora düşmək də çətindir. Həqiqətən də birinci il mən qəbul olunmadım, imtahanları verdim, ancaq konkursdan keçmədim. Hazırlaşdım, ikinci il qəbul olundum. Tarix fakültəsini qırmızı diplomla qutardım, elmişmi başladım yazmağa, Moskvaya getdim. Moskvada elmişmi bitirdim, Leningrad şəhərində müdafiə elədim. SSR-in ən görkəmli alimləri mənim oponentlərim oldu, mənim müdafiəmdə çıxış elədilər. Və sonra qayıtdım Bakıya və elmişmi davam etdirirdim, artıq doktorluq deməli dissertasiyasının üzərində çalışırdım. Və bunu dəyişmək fikrim yox idi. Mən öz arzuma çatmışdım. Amma qəflətən Qarabağ konflikti başladı. Bəli. O dövrdə 88-ci ilin fevralında mən dəvət elədilər ki, bu milli məsələlərlə bağlı. Sən Moskvada işləyibsən, etnologiya institutunda, həmin institut etnologiya və milli məsələlərlə məşğul idim. Sənin bu sahədə təcrübən var. Bu ermənilərə cavab vermək lazımdır. Bu işdə bizə köməklik elə. Mənə belə müraciət olanda təbii ki, mən bütün işlərimi qoydum kənara və Röxəm, mən əmin idim ki, söhbət 2-3 aydan gedir. Yəni 88-ci ilin fevralında mən fikirləşdim ki, 2-3 ay elmişmi kənara qoya bilərəm. Xalqıma, millətimə köməklik eləyərəm bu Qarabağ məsələsindən bağlı. Və başladım çıxışlara, mənim çıxışlarım çox xoşlarına gəldi. Məqalə kimi çap elədilər, xaricdə də çap olundu. Məni başladılar müşavirələrə dəvət eləməyə, xarici səfərlərə dəvət eləməyə, böyük qurultaylara dəvət eləməyə. Mən də deyirdim, bu milli məsələdir. Biz hamımız ziyalılar gərək köməklik eləsinlər. Hər şeydə iştirak edirdim. Və belə addım-addım bu 2-3 ay mən fikirləşirdim. Bu oldu 30 ilə yaxın. Mənim o elmi işim qaldı elə stolun üstündə. Doktorluq dissertasiyam, onu qırağa qoymuşdum ki, 2-3 aydan sonra buna qayıdaram. Və siyasət məni dartdı. Bax, bu siyasi problemlər, milli mücadilə, ona görə ki, burada kənarda durmaq mümkün deyil. Bax, bu yolla mən gəldim siyasətə və o çıxışlarım birini də Heydər Əliyev televizorundan baxıb, Moskvada çıxış eləyirdim, birinci kanalda, Sərflər İttifaqı deməli çərçivəsində. Orada məni ekspert kimi dəvət eləmişdilər və Heydər Əliyev baxıb, o çıxış onun çox xoşuna gəlmişdi. Və ondan sonra da ilk dəfə olaraq Heydər Əliyevlə mən görüşəndə o məni təqdim elədi Naxçıvanda. Ali Sovet müavinlərinə dedi ki, bax, bu politoloq Eldar Namazovdur, siz onun çıxışlarını görübsünüz. Və bizlə mənlə söhbət elədi, mən qaldım onun yanında bir neçə saat söhbət elədim. Və orada da artıq mən belə başa düşürəm, ulu öndərimiz qərar verdi ki, Eldar mənim köməkim olmalıdır. Həmin axşam o mənə dedi, Bakıya qayıtma, mənim 2 dənə görüşüm var. Türkiyədən böyük nümayəndə heyəti gəlir və Çeçenistandan böyük nümayəndə heyəti gəlir. Köməkli ilə onlarla deməli, görüşü keçirməyə. Dedim, baş üstə. Eldar müəllim, sizcə Azərbaycanın xarici siyasətində hansı prioritetlər əsas olmalıdır? Hansısa bir vacib bir məqsədlərə biz çatırıq. Yeni, keyfiyyətcə yeni bir mərhələ başlayır. Təbii ki, onda biz prioritetlərimizə də yenidən baxmalıyıq. Misal üçün, 93-cü ildə mən bu işə başlayanda, prezidentin köməkçisi vəzifəsinə gələndə, onda bizim bir prioritetimiz var idi, müstəqilliyimizi qoruyub saxlamaq. Rusiya bizə təzyiqlər edirdi ki, Azərbaycan Moskvanın hegemonluğunu qəbul etsin. Hansısa bir formada, yəni təqribən SSR kimi yox, ancaq bu Varşava paktı var idi o dövrdə. Yəni formal olaraq müstəqil dövlətlər idi, Polşa idi, Bolqaristan idi, Rumıniya idi, Macaristan idi.
Hamısı müstəqil idilər, hamısı BMT-nin üzvü idilər, amma hamı bilirdi ki, o strateji qərarları Moskva verir. Onlar da o qərarlara tabidir. Bu yeni yaranmış müstəqilliyimizi əldə edəndən sonra yeni yaranmış bu respublikaların da taleyini Moskvada belə görürdülər. Belə bir qurum yaranacaq. Bu MDB deyilən o qurum. Onun bu məqsədlər üçün yaratmışdılar. Hər şeyi Moskva həll eləyəcək, qalanları isə buna tabi olacaq. Bax, belə təzyiqlərə də tab gətirmək lazım idi. Erməni hücumlarının qarşısında almaq lazım idi. O dövrün tələbləri buydu. Biden administrasiyası bu ən ermənipərəst administrasiya idi. Biz müstəqilliyimizi əldə edəndən sonra hələ belə ermənipərəst administrasiya olmamışdı. Prezident Biden erməni lobbisinin rəsmi üzvü idi. Orada kokus deyirlər, erməni kokusu konqresdə. Biden oranın üzvü idi, ölkənin prezidenti. Konqresin sədri Nancy Pelosi rəsmi olaraq erməni lobbisinin üzvü idi. Konqresin kəşfiyyat, xarici siyasət, müdafiə, Avropa işləri üzrə bütün komitələrin rəhbərləri erməni kokusun, erməni lobbisinin üzvləri idi. Təbii ki, bizim ABŞ-la münasibətlərimizdə biz istədiyimiz kimi qurulmadı. Ona görə bu ermənipərəst lobbi buna imkan vermədi. İndi Trump gələndən sonra biz istəyirik ABŞ-la da, necə ki biz Avropa İttifaqı ilə bizim strateji əməkdaşlıq haqqında layihəmiz var, sənədimiz var. Necə bizim Çinlə var, Rusiya ilə bağlı, Türkiyə ilə hərbi ittifaqımız var. Bu ABŞ-la olan boşluğu doldurmaq lazımdır. Bu istiqamətdə biz indi işləməliyik. Yəni Azərbaycan artıq Qafqazın cənubunda yerləşən balaca, heç kimə məlum olmayan ölkə deyil. Azərbaycana artıq dünya siyasətində orta gücə malik olan dövlət deyirlər. Eldar müəllim, siz yüksək vəzifədən istefa verə bilmək mədəniyyətini sərgiləyən dövlət xadimi olmusunuz. Bu istefanın səbəbləri nədən qaynaqlanır? Bu günə kimi yəqin 100 dəfə belə suallar verilib. Mənə də, rəhmətli Vəfa Qulzadəyə də bu suallar verilirdi. Tofiq Zülfüqarova da bu suallar verilirdi. Bizim də cavablarımız həmişə təqribən eyni olmuşdu ki, bu vacib dövlət maraqlarından bağlı idi. Biz bu addımla çalışdıq millətimizə, dövlətimizə köməkli edək. Amma heç vaxt o xırdalıqlara getmirdik. Bu xırdalıqlar deyil, bu vacib məsələlərdir. Ona görə ki, elə məsələlər var ki, onların üzərinə deməli, işıq salmağın vaxtı elə bəlkə də qabaqdadır. Ancaq indidən bir şey demək istəyirəm ki, insanlarda çaşqınlıq olmasın bu məsələ ilə bağlı. Son dövrlərdə ABŞ mətbuatında Dövlət Departamentinin mən sənədləri açıqlandı. Həmin o danışıqlarla bağlı, o vaxtı gedən proseslərlə bağlı. O sənədlərin içərisində mənim də adım dəfələrlə orada hallanmışdı. Mən istərdim bizim tamaşaçılarımız bilsinlər. O hadisə üçün indi sensasiya kimi təqdim olunur. Yəni Azərbaycanla Ermənistan arasında o ərazi mübadiləsi məsələsi, Mehri məsələsi və Qarabağ məsələsi. Bu məsələ Azərbaycan müstəqilliyini əldə edən gündən bu ideya ortalığa atılmışdı. İlk dəfə olaraq Türkiyə diplomatları tərəfindən, ABŞ tərəfindən. Və bu ərazi mübadiləsi məsələsi deyildi. Bu Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasının xəttini müəyyənləşdirmək ideyası idi. Ona görə ki, həmin dövrdə hamı başa düşürdü, bu qərb şirkətləri və qərb siyasətçiləri hamısı başa düşürdülər ki, Azərbaycana böyük yatırımlar qoymaq üçün iki suala cavab tapmaq lazımdır. Birincisi, Azərbaycanın bu qədər nefti var, yoxsa yoxdur? Orada ikinci sual meydana gəlirdi. Dəqiq bilməlisən, sən dünya bazarına bu nefti nə cür çıxardacaqsan? Dünya bazarına da nefti çıxartmaq, bu Avropaya nə cür çıxardacaqsan? Onun üçün o birisi tərəfdə Çindir, Rusiyadır, söhbət onlardan getmir. Rusiya ümumiyyətlə bu layihələrin əleyhinə. Ona görə bax bu ikinci sual. Xəzər dənizində, Azərbaycan yataqlarından dünya bazarlarına neft nə cür çıxacaq? O suala cavabı hələ 90-cı illərin əvvəllərində, hələ bu söhbətlər başlayanda artıq
neft şirkətlərinin, həm BP-nin, həm AMK-nın, həm Chevronun digərlərinin, həm onların arxasında duran ABŞ diplomatları, Böyük Britaniya diplomatları, türk qardaşlarımız hamısı bunu fikirləşirdilər. Həmin dövrdə hələ Heydər Əliyev hələ pensiyaçı idi Moskvada. Hələ qayıtmamışdı Naxçıvana. Demirəm, hələ Azərbaycanda prezident idi. Artıq onda müzakirə olunurdu ki, bu neft boru kəmərləri ya Gürcüstandan keçə bilər, ya Ermənistandan keçə bilər. Və Türkiyədə gəlib, ora son nöqtə Türkiyə olmalıdır ki, Türkiyədən sonra Aralıq dənizindən dünya bazarlarına, Avropaya, Amerika bu nefti aparmaq olur. Başqa yol yoxdur. Nə İran etibarlı tərəfdaş deyil, İran sanksiyalar altındadır. Nə Rusiya ümumiyyətlə bu layihələrin əleyhinədir. Nə də biz bunu şərqə apara bilmərik, o boru kəmərlərinə, Orta Asiya, onun üçün orada nə Avropa var, nə Amerika var. Avropa bazarlarına iki yol ola bilər. Ya Gürcüstan yolu, ya Ermənistan yolu. Biz indi başa düşürük ki, indi deyirik ki, ən optimal yol Gürcüstandan gedən yoldur. Amma 90-cı illərin əvvəllərindəki Gürcüstan başqa Gürcüstan idi. Orada hər il çevrilişlər olurdu. Orada vətəndaş müharibəsi səviyyəsində idi. Orada çox millətçi prezident hakimiyyətə gəlmişdi ki, Azərbaycanlılarını ölkədən qovurdu. Deyirdi ki, Gürcüstan üçün. Ermənistandansa bizə konflikt idi. Və o dövrdə çoxları fikirləşirdi ki, Gürcüstan daha ağır variantdır. Ermənistanla Azərbaycan arasında tezliklə bir sülhə nail olmaq olar. Və nə cür eləmək, bunu ərazi mübadiləsi aparmaq olar ki, Azərbaycan öz neftini gəlsin, öz ərazisindən birləşdirsin Türkiyəyə. Burada Ermənistan olmadan. Yəni, bax, bu ideya, Mehri, Qarabağ mövzusu, hələ Heydər Əliyev Moskvada deməli, pensiyada olan bir sabiq Politbyurun üzvü olan bir insan kimi Moskvada öz bağındaydı, evində yaşadığı dövrdə. Artıq bu ideya artıq müzakirə olunurdu. Vaşinqtonda, Brüsseldə, Ankarada. Çünki Gürcüstan etibarlı variant deyil. Orada vətəndaş müharibəsi gedir. Orada Azərbaycanla münasibətlər kəskindir. Qamsaxvurca bütün Azərbaycanlıları qovur oradan və ən etibarlı variant o ola bilərdi ki, gəlin bu Qarabağ məsələsini tez həll eləyək, Qarabağın yuxarı hissəsini verək ermənilərə, mehrini verək Azərbaycana qoy, Azərbaycan Türkiyə ilə birləşsin və onda da Azərbaycanın nefti heç nə Ermənistandan keçəcək, nə Gürcüstandan keçəcək, birbaşa elə Azərbaycandan gələcək Türkiyə. Ona görə də insanlar bunu bilməlidirlər. Bu çoxdandır müzakirə olunan məsələləridir. Vaxtaşırı o meydana gəlirdi. Və bu daha çox cəlb elədi, aktuallaşdı, hamının deməli, diqqətini cəlb elədi. Aktuallaşdı. O vaxt üçün artıq neft kontraktları imzalanmışdı. İlk yatırımlar qoyulmuşdu. 94-cü ildə əsrin kontraktı imzalandı. Və 90-cı illərin axırlarına artıq bu konsorsiuma rəhbərlik edən böyük şirkətlər və onların arxasında duran böyük güclər qərar verməli idilər ki, o yol, hansı yol təsdiqlənsin. Bakıdan Ceyhana gedən neft boru kəməri hardan keçməlidir? Artıq qərar verməyin vaxtı idi. Artıq qərar verib, yenə də böyük yatırımlar, milyardlarla yatırımlar qoyub bu məsələni bir dəfəlik həll eləmək lazım idi. Ona görə ki, Bakı neftindən bağlı artıq kontraktları imzalanıb, yatırımlar qoyulub, neft hasiləti artır. İndi qərar vermək lazımdır ki, Avropa bazarına nə cür onu çıxardacağıq, son qərarımızı verək ki, milyardları o xərcləyək, həmin boruları çəkib. Onda yerində bu məsələ bir dəfə də aktuallaşdı ki, yaxşı, yenə də iki variant var. Gürcü variantı və erməni variantı. Erməni variantı da bəlkə torpaqları dəyişdirək ki, Azərbaycan ilə birbaşa Türkiyə vasitəsindən o boru kəmərini çəksin. Ona görə də həmin o 90-cı illərin axırlarında bu məsələ yenidən aktuallaşdı və nəticədə eyni oldu. Nə 90-cı illərin əvvəllərində, nə 90-cı ilin ortalarında, nə 90-cı illərin axırlarında Azərbaycan heç vaxt razı olmayıb ki, Azərbaycanın bir qarış torpağı
ermənilərə verilsin. Dövlət vəzifəsindən istefa verdikdən sonra Azərbaycan naminə ictimai mərkəzin prezidentliyini üzərinizə götürmüsünüz. Məqsəd nə idi? Onda mən artıq o vəzifədən gedəndən sonra bu elə bir keçid bir mərhələsi idi mənim üçün Röya xanım. Onun üçün bu sırf elm deyil idi, bu ekspertlik deyil idi, bu ictimai xadim statusuydu. Biz lazım gələndə layihələr işləyirdik, Azərbaycanın gələcəyi ilə bağlı layihələr işləyirdik, böyük konferanslar keçirdik. Həmin dövrdə biz 2 cildlik kitab buraxdıq. Siz sual verdiniz, bu çox maraqlıdır, onun üçün danışım. Bizim idarə heyətimizdə onlarla çox tanınmış alimlər var idi, professorlar, elmlər namizədləri, müxtəlif sahələrdə. Və biz bir layihə elədik keçən 10 il. Müstəqilliyimizin deməli 10 illiyi elə belə də adlanırdı da. Keçən 10 il. Yəni müstəqilliyimizin 10 illiyində həsr olunmuş. Biz nə qazandıq bu 10 ilin ərzində? Nə qazandıq? Nə uduzduq? Nəyə nail olduq? Hansı problemlərimiz var? Böyük bir nəşr oldu. Onlarla alimlər üzərində işləyirdilər. Çoxlu sayda konferanslar biz keçirdik. 1 il, 2 il davam edirdi bu iş. Və o kitabı biz nəşr edəndən sonra biz səhərsi gün başladıq yeni layihəni. Gələcək 10 ildir. Gələcək 10 ili biz nə görməliyik? Hansı işləri görməliyik üçün bu keçmiş 10 ildə nailiyyətlərimizi daha da gücləndirək, hansı bir nöqsanlarımızı da aradan qaldıraq. Və 2 ildə onun üzərində işlədik, çoxlu sayda layihələr, iqtisadiyyatla bağlı, sosial sahə ilə bağlı, xarici siyasətlə bağlı, yenidən müəlliflərin sırasında onlarla görkəmli alimlərimiz var idi. Və siz dediyiniz həmin o Azərbaycan naminə forumun əsas işi, əsas nailiyyəti, bax bu illərlə davam edən böyük 2 layihə idi ki, biz o 2 kitabda onu nəşr elədik. Müstəqilliyimizin 10 illi və gələcək 10 il. O da islahatların, gələcəkdə lazım olan islahatların layihələri. Uzun illər ümumilli lider Heydər Əliyevlə çalışmısınız. Heydər Əliyevlə işləmək hansı məsuliyyətlər yaradırdı? Çox böyük məsuliyyət idi. Birincisi ona görə ki, Heydər Əliyev böyük siyasətçi idi. Onun yanında işləmək, ondan öyrənmək, bu böyük bir məktəb idi, böyük bir imkan idi mənim üçün və mən çox özümü xoşbəxt siyasətçi sayıram ki, mən bu məktəbi keçdim. Eyni zamanda onunla işləmək mənim üçün çox rahat idi. Bizdə şənbə bazar yox idi, bayram günləri yox idi. Həftədə 7 gün işləyirdik. Ayda 30-31 gün aydan asılı olaraq işləyirdik. Nə istirahət günlərimiz, nə ki. Amma mən fiziki cəhətdən ola bilsin yorulurdum. İşimiz də qutarır, səhər başlayırdı, qutarırdı. Gecə saat 1-də, 2-də qutarırdı. Elə gün olurdu ki, Heydər Əliyev mənə deyirdi, axşam saat 12-də, 1-də mən onu yola salanda, o kabinetdən çıxıb o liftə girəndə mənə deyirdi ki, o sənədlər qalıb, onları saat 3-də gələrsən. Bizə orada baxarıq, orada mən imzalayaram. Və mən gedirdim bir neçə saatlıq evə, ondan sonra saat 3-də getdim onun evində oturduq, orada qalan sənədləri də o baxdı. Gecə 3-də? Gecə 3-də. Subordinasiyadır, o partiya nizam intizamıdır. Belə şeyləri ümumiyyətlə bir şeydən çox uzaq idim. İnstitut illərində də mən çox sərbəst insan idim. Özüm seçdim öz mövzumu, qədər də qorxudu seçdim. Elmlər Akademiyasında da əhval-ruhiyyə çox belə elm ocağı idi. Orada görkəmli akademiklərlə mən biri də işləyirdim. Ziya Bunyatovla, Cəmil Quliyevlə, sonra İqrar Əliyevlə, Arif Abbasovla mənim direktorlarım, rəhbərlərim olub adamlar. Və mən belə bir yerdən gəldim prezident aparatına. Çalışırdım prezidentlə çox açıq olum, səmimi olum. Əgər fikirləşirəm ki, nəsə nöqsandır, nəsə düzgündür, bunu belə izah eləyim ya da obyektiv hər şey qiymət verim və elə Heydər Əliyev də məndən bunu gözləyirdi. Açıqca deyim, o nadir hallarda mənim işimdən narazılığını bildirib.
Və bir dəfə narazılıq ona görə olub ki, axı sən bunu mənə demişdin. Şimdi bu belə bir pis proses olacaq. 6 ay bundan əvvəl. Sonra bir də dedin. Xəbərdarlıq elədin. Sonra niyə üstünə düşmədin? Dedim, cənab prezident, mən 2 dəfə məruz elədim bizi. Və dedim ki, mən belə bir təhlükəni görürəm. Siz dediniz ki, yaxşı, mən fikirləşərəm. Sonra bir neçə həftədən sonra mən səni yenidən yadınıza saldım. Siz dediniz ki, mənim yanında işləyən başqa adamlar deyirlər, hər şey aladır. Heç bir problem yoxdur. Hətta darın çəkdiniz, dediniz, aparatın rəhbəri, bu, hamısı deyir ki, biz birinci Eldar nədən narahatdır, hər şey əladır, hər şey gözəldir. O başqalarını cəzalandırdı mı Eldar müəllim? Yoxsa elə qaldı mı o məsələ? Bu hadisə baş verəndən sonra və çox negativ hadisələr, çox negativ proses. Onda məni prezident danladı. Dedi, sən gələ axıra kimi dirənəydin. Dedim, cənab prezident, 3 dəfə bu haqda sizlə danışmışdım. Deyir, başa düşürəm 3 dəfə danışmışdım. Əgər sən bilirsən ki... İsrar eləməliyik biz. Əgər sən bilirsən, sən əminsən ki, belə bir təhlükə var. Ona görə 4-cü dəfədə, 5-ci dəfədə sən axıra kimi dedim, başlayacağım. Gələn dəfə mən bunu biləcəm ki, axıra kimi, əgər daxili əminlik məndə varsa, gərək axıra kimi gedəsən. Hamının gözünün qabağında mən dediyim məsələlər oldu. Siz deyirsiniz, cəzalandırdığım prezident onlara dedi, mənim yanımda dedi. Dedi, belə çıxır ki, sizin işləriniz sizi aldadır. Siz də mən. Siz də gəlib burada məni aldadırsınız. Yəni, prezident bir dəfə iclas yığdı ki, vəziyyət nə yerdə deyirlər, hər şey əladır. Həmin axşam bəlli oldu ki, hər şey əla deyil, çox pisdir. Səhərsi gün prezident yenə də bizim hamımızı yığdı. Bəs dünən deyirdiniz ki, hər şey əladır. Axşamsa bəlli oldu ki, belə deyil. Bəs filan məsələlərlə bağlı yenə də durub deyirlər, hər şey əladır. Bütün bu məsələləri də mən xəbərdarlıq etmişdim. 6 ay əvvəl. Mən də onlara qulaq asıram belə. Bunlar da prezident deyirlər ki, biz öyrəndik, dedilər ki, hər şey yaxşıdır. Prezident yaxşı. Həmin axşam bəlli olur ki, bu məsələdə də vəziyyət 180 dərəcə tamam başqa cürdür. Artıq 3-cü gün o yığdı həmin iclası, elə həmin adamları deyir ki, bu nə deməkdir? Hər gün iclas keçirirəm, hər gün siz dediyiniz yalan çıxır. Deməli, sizə yalan məlumatları verirlər, sizin işləriniz. Siz də həmin yalanları gəlib mənə danışırsınız. Cənab prezident mənə çox etibar eləyirdi. Təhlükəsizlik Şurasının ilk iclası olanda aparatın rəhbəri çıxış elədi və dedi ki, Təhlükəsizlik Şurasından bağlı fərmanda qeyd olunub ki, Təhlükəsizlik Şurasının katibi ilə bağlı biz sizə təkliflərimizi hazırlayaq. Cənab prezident dedi, ehtiyac yoxdur, Eldar var, bu məsələləri icra edəcək və birinci iclasda Təhlükəsizlik Şurasının birinci iclasında elan elədi ki, bu vəzifəni də o mənə həvalə edir. Həmin müdafiə məsələlərindən bağlı mən işlərə baxırdım, həm təhlükəsizlik məsələlərindən bağlı, həm daxili siyasət, həm xarici siyasət. Çox ağır yük idi. Bir dəfə mən çox sevindim, prezident təyin elədi köməkçi hərb məsələləri üzrə Tofiq müəllim Ağahüseynov var idi, generalımız. Mən elə sevindim Röya xanım həmin gün ki, nəhayət ki, kimsə bir balaca mənim o yükümün bir hissəsi də artıq bir köməkçimiz var, ona həvalə olunacaq. Həmin gün Müdafiə Nazirliyindən 2 nömrə məxfi sənəd gəlmişdi. Bütün məxfi sənədlərdə yalnız mən aça bilərdim. Onun üçün milli təhlükəsizlik məsələlərində də mən cavab verdim. Və mən həmin məktubları göndərdim Tofiq müəllimə, başa saldım. Tofiq müəllim, nə göstərmək lazımdır? Məktublarla tanış olursunuz, diqqətlə orada qaldırılan məsələləri nə cür cavab vermək olar, hamısını müəyyənləşdirirsiniz. Ondan sonra prezidentə məruzə edirsiniz, onun qəbuluna gedib məruzə edirsiniz və prezident sizin həmin məktubların əsasında sizin deməli, məruzəniz əsasında qərar verir, üzərində bir sərəncam verir, ya da sizə tapşırır bir sərəncam hazırlanmağa və s. Həmsini başa saldım. 2 gün keçdi, prezident mənə zəng edir, deyir ki, Eldar, bax, Səfər Əbiyev telefonla zəng edir ki, 2 məktub göndərib mənə. Təcili məktub, məxfi poçtla. Sən bu 2 günün ərzində mənim yanımda 5-6 dəfə olubsan hər gün. Niyə onları məruzə eləməyibsən? Bizim cənab prezident, axı siz yeni köməkçi təyin edibsiniz. Hər məsələlərlə bağlı.
Mən həmin məktubları ona göndərdim və hər şeyi də başa saldım ki, onlarla tanış olmalıdır, öz rəyini də hazırlamalıdır, sən məruzə eləməlidir. Dedi, bir dəqiqə. Deyəsən, sən çox sevinibsən ki, sənin yükün azalır. Ha? Dedim, bəli, həqiqətən də biraz var. Dedim, çox nahaq məktubları geri götür, ona lazım gəlsin, mən nəsə tapışaram, həmin vəzifələr səndə qalır. Bu mənada psixoloji cəhətdən mənim işim çox ondan rahat idi, mən çox məmnun idim və mənim üçün böyük şərəf idi və böyük məktəb keçdim Heydər Əliyevin yanında. Heydər Əliyevin İrana ilk rəsmi səfərində onu müşahidə etmisiniz. Həmin səfər zamanı Heydər Əliyev Xamneyini Azərbaycan dilində danışmağa məcbur edib. O səfər necə keçib? İlk səfərim idi prezidentin köməkçi statusunda. Axı Heydər Əliyev məni dəvət edəndə aparata işləməyə, mən əvvəlcə bu köməkçi vəzifəsinə razılıq vermədim. Mən elə bu məsələdə çox məsləhətli yanaşırdım. Məni dəvət elədi dövlət katibi Alalı Şövkət və dedi ki, prezidentin təklifi var. Sən o seçimsən köməkçi olasan. Mənim isə təklifim var ki, sən dövlət müşaviri olasan, daxili siyasət üzrə. Bu iki vəzifədən birini seç. Mən dedim, Lalə xanım, mən nə birincini, nə o birisini seçə bilməyəcəm. Mən hazır deyiləm. Mən heç vaxt dövlət işində çalışmamışam. Nə partiya işində, nə komsomol işində, nə dövlət işində. Mən ömür boyu alim olmaq istəmişəm və Elmlər Akademiyasında işləyirəm. Dövlət işində təcrübəm olmadığına görə nə prezidentin köməkçisi, nə də dövlət müşaviri vəzifəsini mən icra edə bilmərəm. Və qaldırdı, telefonu zəng elədi Heydər Əliyev üçün. Eldar yanımdadır, amma imtina eləyir hər iki vəzifədən. O dedi, qoy qalsın yuxarı. Mən qalxdım onun yanına. Heydər Əliyev də çox gözəl psixoloqdur. Mənlə də Naxçıvanda artıq biz onunla görüşmüşdük, danışdım. İlk dəfə Naxçıvana səfər etmişdim onun yanına. O, mən komitə girən kimi onun birinci sualı oldu. Sən niyə köməklik etmək istəmişdin? Vəziyyət çox ağırdır. Ermənilər hücum eləyirlər, Rusiya təzyiq eləyir. Daxildə bu keçmiş hakimiyyət nümayəndələri bəyan ediblər ki, vəzifələrini dondururlar və deməli, dövlət aparatı da pis gündədir. Sən niyə köməklik etmək istəmirsən? Mən dedim, əstəğfurullah, Heydər Əliyev. Mən köməklik eləməyə həmişə hazıram. Sonra mən dövlət işinə məsləhətlə yanaşıram. Mən təcrübəm olmadığına görə nə prezidentin köməkçisi, nə dövlət müşaviri vəzifəsini mən daşıya bilmərəm. Olarmı mən öz mərkəzim var, onun rəhbəri kimi qaldım. Siz tapışıqlar verin, mən tapışıqları yerinə yetirim. Belə yox. Qıraqda ondan məşğul olmaq mümkün deyil. Və onda mənə dedi, bax seç, başladı öyrənməyə hansı vəzifələr boşdur. Mən getdim, oldum orada ekspert analitik xidmətinin rəhbəri. Razılıq verdim ona, o vəzifəyə. Və prezident məni sonra, bir aydan sonra çağırdı, dedi, təcrübə yığdığımı, dedim, cənab prezident, bir aya təcrübə yığmaq mümkündür. Bir aydır mən hələ təzə çalışıram. Dedi, yaxşı, hələ çalış. Və bu İrana səfər qabaq, səfərə bir həftə qalmış, məni çağırdı, dedi ki, bilirsən nə var? Mən də illərlə gözləməliyəm ki, sən təcrübə yığasan. Büyünən sən köməkçisən. Mənim İrana səfərim hazırlanır. Bütün sənədləri Xarici İşlər Nazirliyindən götür. Xarici səfərlərimizin hazırlığında da sən iştirak eləməlisən. Qoy Xarici İşlər Nazirliyindən sənə o bütün səfərlə bağlı sənədləri göndərsinlər. Bu işlə məşğul ol, mənə məruzə elə. Biz hazırlaşaq səfərə gedək. Ona görə mənim o köməkçi kimi ilk belə səfərim məhz siz dediyiniz o İrana səfər idi. Və siz dediyiniz məsələ orada həqiqətən də var idi. Daha maraqlı onun tərəfi var idi. Biz çox çalışırdıq ki, səfərin proqramına Təbriz də salınsın. Yəni həmin səfər 4-5 günlük səfər idi. Azərbaycan prezidenti orada 5-6 şəhərə getdi. Biz Təbrizi salırdıq proqrama, İran tərəfi Təbrizi oradan çıxardırdı. Biz salırdıq proqrama, İran tərəfi oradan çıxardırdı. Yəni hər yanda sistem. Təbrizdən yuxarıda, aşağıda, o tərəfdə. Amma olmaz Təbriz. Amma Təbrizdə olmaz. Axırda elə proqrama salınmadı Təbriz və iş günü biz ora səfər edəndə hələ rəsmi hissə başlamayıb. Biz təzə Tehrana gəlmişik
İranın ali dini rəhbəri Xamneyi prezidenti dəvət elədi qeyri-rəsmi görüşə axşam. Və biz gəldik, görün Heydər Əliyev nə böyük ustalıqla, diplomatik yolla İranın ali dini rəhbərinə irad tutdu. Deməli, Xamneyi ondan soruşdum. Necə gəldiniz, rahatsınızmı, hər şey yaxşıdırmı və s. Heydər Əliyev dedi, çox sağ olun, çox razıyam, çox məmnunam, hər şey yaxşıdır. Bircə balaca bir məsələ var, o da öz həllini hələ tapmayıb. Xamneyi dedi, nə məsələdir? Heydər Əliyev dedi, İranda bir balaca qəsəbə var. Xamneyi qəsəbəsi. Mən çoxdankı arzumdur, həmin qəsəbəyə səfər edim. O qəsəbə də Təbrizin düz içindədir, böyründədir. Bəli. O qəsəbəyə getmək üçün mütləq Təbrizə gedəsən. İndi prezident birbaşa demir ki, məni niyə Təbrizə buraxmırsınız? Mən o qəsəbəyə getmək istəyirdim. O qəsəbədən Azərbaycan tarixində çox mühüm rol oynayan, çox görkəmli şəxsiyyətlər dünyaya gəliblər. Həm özünə ismarış edir, o özü də deməli o tərəfdəndir. Həm də həqiqətən də dahi insan idi, dahi. Bunu deyəndə ancaq mən nə qədər çalışdım, məni o proqrama salmadılar. Demir Təbrizə deyir, Xamneyi. İranın ali dini rəhbəri özünü saxlaya bilmədi, başladı gülməyə. Başını güldü, başını buladı, elədi, bir söz deyə bilmir də. Yəni Heydər Əliyev deyir, məni niyə Təbrizə buraxmırsınız? Bəli. Niyə olmaz? O da qayıtdı, dedi ki, İnşallah mən sizə söz verirəm. Gələn dəfə siz səfər edəndə mən özüm sizi həmin qəsəbəyə aparacağam. Amma sonra mən artıq prezidentin köməkçisi deyildim. İkinci dəfə İrana səfəri zamanı mən bildiyimə görə artıq İranın ali dini rəhbəri bu mövzunu qapatdı. Çünki elə bir söz deməmişəm, elə bir söz verməmişəm və s. Onda da Heydər Əliyev o məsələni ikinci dəfə də gedəndə qaldırmışdı. Şimdi bəs Təbriz nə oldu? O qəsəbə nə oldu? Amma bax, belə bizim proqramımıza Təbrizi salmadılar. Bəs Azərbaycan dilində danışdı? Azərbaycan dilində danışdı, bəli. Danışdı, hə? Bəli, Azərbaycan dilində, biz Azərbaycan dilində danışdıq prezidentin. Əvvəlcə salam verdi, ondan sonra da keçdi Fars dilində salam verdi, ondan sonra da keçdi Azərbaycan dilinə. Eldar Namazov bəzən siyasi proseslərdə çox aktiv olur, bəzən də geri çəkilir. Bunların səbəblərini deyə bilərsiniz. Bir müddət mən ümumiyyətlə Azərbaycandan kənarda oldum. Bu məcburiyyət qarşısında mən müalicə alırdım. O müalicəm də 2 il davam elədi. Qonşu ölkədə, Gürcüstanda. Ona görə ki, mən Gürcüstandaydım, tədbirdə idim. Tədbir zamanı özümü yaxşı hiss eləmədim. Məni apardılar orada klinikada, ən güclü klinikada. Check-up elədilər, yoxladılar və dedilər ki, mütləq müalicə olunmalısan. 2 ilə yaxın müalicə davam edəcək. Bir müddət ağır olacaq, ancaq inşallah sonra hər şey düzələr. Mən o gəldim Bakıya, öz jurnalist dostlarımı yığdım, media kapitanları yığdım. Və onlara sual verdim, dedim, mən 2 il görsənməyəcəm. 2 il gedirəm. Nə məsləhət görürsünüz? Bunu indidən elan edeyim cəmiyyətə, cəmiyyət bilsin. Yoxsa əksinə, bunu heç nə demək lazım deyil. Mən qaydandan sonra səbəbini açaram. Və hamısı dedi, narahat olma, indidən desəniz kimdirsə qoyar orada rahat müalicə almağa. Hər gün zəng eləyəcəklər ki, necəsiniz, nə var, nə yox, belə. Ona görə də siz heç nə deməyin, biz sizə yola verəcəyik. Heç kim, bütün jurnalistlərə tapşıracaq üçün, heç kim soruşması üçün Eldar Namazov vardı. Mən təşəkkürünü bildirdim. Getdim müalicəyə, düzdür bir 3-4 aydan sonra elə həmin o yığıncaqda iştirak edən bir media kapitanın, bir jurnalisti çox heç də sual verdi ki, 5-6 aydır Eldar Namazovdan xəbər yoxdur, o niyə susur görəsən. Mən də zəng elədim həmin media kapitanına, dedim ki, yaxşı qardaş, biz axı şərt kəsmişdik, mən sizdən soruşdum, elan edeyim, yoxsa siz dediyiniz üçün elan etmək, siz yola verəcəyik.
bir vallahi mənim xəbərim olmayıb. Mən indi Türkiyədəyəm. Mənim jurnalistlərim götürüb belə sual veriblər. Ona görə bir müddət vaxt belə olurdu ki, mən Azərbaycanda olmadım. Ona görə ki, 2 ilə yaxın müalicə kursu alırdım. Amma qayıdandan sonra indi isə belə vəziyyətlər olur, elə günlər olur ki, həftələr olur ki, mən işim o qədər çox olur ki, mən nə efirə çıxmaq, nə jurnalistlərin sualına cavab vermək imkanım olmur. Belə hallar olur. Mən kifayət qədər böyük bir deməli təhlillərin üzərində işləyirəm, yazılı surətdə. Onları göndərirəm. Bəzən olur bu çox vacib beynəlxalq təşkilatların deməli xahişi ilə bu olur. Məni təşrif elədilər. Böyük beynəlxalq təşkilatlarda rəsmi status, beynəlxalq konsultant statusu. Çox belə mötəbər, burada keçmiş nazirlər müxtəlif ölkələrdən, Cənubi Qafqazdan yalnız mənə təşrif olunmuşdu. Mən əvvəlcə razılıq verdim və bir müddətdə onlarla çalışdım. Ancaq sonra gördüm ki, mənim öz dövlətimin siyasəti ilə onların siyasəti üstə düşmür. Burada maraqlar toqquşur. Bambaşqa. Və onda mən onlarla müraciət elədim, dedim ki, yox, burada maraqlar toqquşursa, mən öz dövlətimi seçirəm. Mən sizə köməklik elə bilmərəm o məsələlərdə ki, bizim dövlətimizin siyasəti tamam başqadır. Mən öz dövlətimə köməklik eləyərəm. Ona görə o çox böyük statusdan imtina elədim. Ancaq həmin dövrlərdə də işlər çox olur. Ona görə də vaxt aşırı bəli. Mən məcbur olaram elə məsələlərlə məşğul olmaq üçün mətbuata çıxmaq imkanlarım olur. Rusiya ilə olan münasibətlərdə hansı əsas məsələlər Azərbaycanın təhlükəsizliyinə ciddi təsir edir? Rusiya ilə münasibətlərimiz çox mürəkkəb məsələdir. Bunun tarixi kökləri var. Rusiya imperiyası Cənubi Qafqazı zəbt eləmişdi. Azərbaycan xanlıqlarını zəbt eləmişdi. Bizim torpaqlarımızda erməni dövləti onlar yaratdılar. Rusların tarixi arzusudur ki, Hind okeanına çıxmaq. 3 okeana çıxıblar, qalıb bax bu Hind okeanına. Arzuları yarımçıq qalıb. Orada qısa yol, ən qısa yol məhz Azərbaycanı zəbt eləmək, sonra aşağıda İranı da zəbt eləmək və çıxmaq oradır. Bu imperiyadır. İran özü bundan qorxur. İran özü bir tərəfdən Rusiya ilə görüşən dostluq eləyir, amma eyni zamanda qorxurlar. Bu günə kimi hamı fikirləşir ki, niyə İran razılıq vermir Astara Rəşd o dəmir yolunda tikmək üçün Rusiya ilə Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarla birləşmək. İran qorxur. İran deyir, bir gün orada nə gələcək? Ərzaq gələcək, nə bilim, deməli, mallar gələcək, nə bilim, ancaq 10 ildən sonra tanklar gələcək həmin dəmir yoldan. Biz bilirik ki, bu Rus imperiyası gecə-tezli Hind okeanına çıxmaq istəyir. Yəni, imperiyaların xüsusiyyəti budur. Biz bunları nəzərə almalıyıq. İkincisi, Azərbaycan Türkiyə ilə hərbi ittifaq yaradıb. Azərbaycan-Türkiyə hərbi ittifaqı hər bir bizə müstəqilliyimizə, söhbətimizə qarşı olan hər bir dövlətin qarşısını ala bilər. Nə Rusiya, nə İran heç vaxt Azərbaycan-Türkiyə ittifaqından hərbi konfliktə getməyəcək. Xüsusən də Cənubi Qafqaz, bax bu bölgədə. Ona görə ki, bu bölgədə Azərbaycan və Türkiyə lazım gəlsə 1 milyonluq ordunu meydana çıxardacaq. O hazırladığı ehtiyatlarla birdəsə 3 milyonluq ordunu çıxardacaq. Yəni bu nə ordudur? NATO'nun ən döyüşkən ordusu, gücünə görə NATO'nun ikinci ordusu, Türk ordusu və Cənubi Qafqazın ən güclü ordusu, Azərbaycan ordusu üçün İkinci Qarabağ müharibəsində bütün dünya gördü və bizim ordumuzun deməli qələbələrini indi NATO'nun dəstəklərinə salırlar ki, xüsusi təyinatlı dəstələrin yeni rolu bunu Azərbaycan göstərdi. Biz gərək öz gənclərimizə, öz cəmiyyətimizə hər iki həqiqəti eyni vaxtda çatdıraq. Birincisi, Rus imperiyası nələr edib bizə qarşı? Bunu heç kim unutmalı deyil. Hamı bilməlidir. Bu tarixi yaddaşımızda, qan yaddaşımızda bu var.
Bunu hər yeni nəsil bunu bilməlidir. İkincisi, bunu bayraq elib düşmən axtarmaq lazım deyil. Özümüz güclənirik, öz güclü bizim müttəfiqlərimiz var. Elə bir hərbi blok yaradırıq, elə bir siyasi blok yaradırıq ki, Moskva ilə də, Brüssel ilə də, Vaşinqtonla da, Çinlə də bərabər hüquqlu bir münasibətlər quraq, heç kimin qarşısında baş əyməyək. Yəni, o imperiya siyasətini, Ruslar bizim başımıza açdığı oyunları biz tarixə salıb cəmaatı qorxutmaq üçün yox, cəmaatı vahimə salmaq üçün Moskva nə dedi, buna tez hə deməliyik. Yox, sadəcə bilməliyik ki, hansı çətin şəraitdə, hansı çətinliklərdən bizim millətimiz keçib, hansı imtahanlardan, hansı müsibətlərdən və belə bir tariximizi bilməliyik. Tariximizi bilməliyik və bizim şanlı tariximiz var və bu şanlı tarixində ən şanlı səhifələrini də biz indi yazırıq, öz torpaqlarımızı azad etməklə və heç nəyi gizlətməli deyilik tariximizdə olduğu kimi deməli verməliyik. Amma bu tarixin dərsləri də ona görə biz cəmiyyətimizə verməliyik ki, biz qürurlu insan, vətənini sevən, millətini sevən, heç nədən qorxmayan, çəkinməyən, həmişə milli maraqlarımızı hər şeydən üstün tutan nəsil böyütməliyik. İndi biz artıq buna nail olmuşuq və bundan sonra da iş aparmalıyıq ki, bunu biz davam edək. Eldar müəllim, bugün dünyada ən aktual məsələ Rusiya-Ukrayna müharibəsidir. Siz bu konfliktin sonunu necə görürsünüz? Bu konfliktin sonuna hələ çox var. Mən yaxın zamanlarda bunu gözləmirəm. Mən fikirləşirəm ki, Röxan, bu təqribən Azərbaycan təcrübəsinə bənzər bir şey olacaq. Axı biz də 1994-cü ildə güclərin balansını nəzərə alıb o atəşkəsə imza atdıq və biz bilirdik ki, bizim torpaqlarımız bir müddət işğal altında qalacaq və bizə lazım olacaq neft kontraktlarından istifadə edib güclü İqtisadi gücdən, bəli. Güclü sonra dövlət güclü ordu yaratmaq. Bizə 26 il vaxt lazım oldu. 26 il vaxt keçdi. Biz o ateşkəsə imza atandan sonra biz öz torpaqlarımızı qaytardıq. Buna bənzər təqribən yolu da Ukrayna keçməlidir. İndi onlar Rusiya ordusuna qalib gələ bilməzlər. Bu mümkün deyil. İndi yəqin ki, onlar da ateşkəsə imza atmalıdırlar. Onlar da başa düşməlidirlər ki... Demək ki, torpaqlar Rusiyada qalacaq müəyyən müddət. Bəli. Belə hallar təcrübədə çox olub. Baltikyanı dövlətlərin Sovetlər İttifaqına daxil olmasını Qərb qəbul etmirdi. SSR dağılana kimi onlar deyirdilər ki, başqa Sovetlər respublikalarını qəbul edirik. 3 Baltikyanı respublika, Estoniya, Latviya, Litva bu zəbt olunmuş respublikalardır. Şərqi Almaniyanı qəbul etmirdilər ki, bu zəbt olunmuş torpaqdır. Gec-tez Almaniya birləşməlidir. Gec-tez bu Pribaltika, Baltikyanı respublikalar müstəqil olmalıdırlar. Azərbaycan torpaqlarının müvəqqəti işğalından barışmadı. Ateşə imza atdı. Gücünü topladı və getdi məsələni həll elədi. Yəni biz dünya təcrübəsində görürük belə hallar üçün bir müddət 10 il, 15 il, 20 il, 30 il nəyləsə barışırlar ki, güclərini toparlasınlar. Vaxt yetişəndə, zaman yetişəndə məsələni həll eləməyə. Ukrayna da bu yolla getməli olacaq, mən düşünürəm. Ona görə də hələ ateşkəsə də onlar yaxın deyirlər. Hələ Rusiya indi təşəbbüs Rusiya ordusunun tərəfindədir. Rusiya da elə belə müharibəni dayandırmaq istəmir. Ümid eləyək ki, bu Trump administrasiyasının deməli apardığı danışıqlar nəticəsində Rusiya-Ukrayna arasında bir ateşkəs imzalanacaq və ondan sonra insanlar da hər gün minlərlə insanlar həlak olmayacaqlar. Ondan sonra da Ukrayna güclü dövlət yaratmaq üçün islahatlar aparacaq. Necə Azərbaycan apardı və son nöqtədə yəqin öz səyinə nail olacaq. Trumpın hakimiyyətə gəlişi dünyada köklü nəyi dəyişəcək? Trump özü dəyişmir. Trumpın özü bu dəyişikliyə olan sosial sifarişin nəticəsidir. Köhnə siyasətçilər artıq lazım deyildilər ABŞ-a. O Biden kimi siyasətçilər, Obama kimi siyasətçilər. ABŞ-a elə lider lazım idi ki, o Rusiya ilə, Çinlə, başqa aparıcı dünya dövlətlərindən lazım gəlsə rəqabətə getsin, qarşı durmaya getsin, ancaq ABŞ-ın maraqlarını orada müdafiə eləsin.
Ona görə də bax bu sosial sifariş meydana gətirdi Trump. Trump da o sosial sifarişi yerinə yetirmək üçün indi ABŞ-ın həm xarici siyasətində, həm daxili siyasətində çox böyük dəyişikliklər edir. Hələ bu proses təzə başlayıb. Və biz çox şeyləri görəcəyik. Elə bir çoxları ağlına gətirmədiyi yeni ittifaqları, yeni blokları, yeni güclərin balansını görəcəyik. Eldar müəllim, Azərbaycanın Qarabağ zəfərindən sonra regionda mövqeyi daha da gücləndi. Dövlətimizin bundan sonraki prioritetləri nələr olmalıdır? Yeni ideologiya keçid üçün bizə müəyyən bir vaxt lazımdır. İki məsələ öz həllini tapmalıdır ki, biz artıq yeni ideologiya, yeni inkişaf deməli tempinə keçək. Bir, Ermənistanla sülh sazişi imzalanmalıdır. Ermənilərin bizə qarşı revanşist ideyalarına son qoyulmalıdır. Biz məcbur eləməliyik. Ermənilər konstitusiyalarında dəyişikliklər etsinlər. Azərbaycana qarşı ərazi ideyalarını öz konstitusiyasından çıxartsınlar. Ermənilər Azərbaycana qarşı hansısa bir yeni bloklar yaratmaq, yeni güc mərkəzləri yaratmaq, Fransanın köməkliyi ilə, Hindistanın köməkliyi ilə bu cəhdlərində biz son qoymalıyıq və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. İkinci məsələ. Yeni dünya düzəni formalaşmalıdır, təsdiqlənməlidir və dünya qayıtmalıdır öz normal bu həyata. İrana qarşı böyük təzyiqlər var, böyük təhlükələr var. İsrail artıq gizlətmək üçün o İranı vurmağa hazırlaşır. ABŞ gizlətmək üçün o İsrailə dəstək verəcək. Biden İsrailə həmin dəstəyi vermirdi. Trump artıq verir və İsrailə lazım olan 11 tonluq aviya bombaları da verir ki, yeraltı zavodları da darmadağın etsinlər və s. Onda İranın daxilində nələr baş verəcək, nələr olacaq, milli məsələlər necə öz həlini tapacaq, İranda hansı rejimlər var, biz bilmirik bunlar. Və bu çox təhlükəli prosesdir. Bizim sərhədimizdədir. Orada 10 milyonlarla bizim soydaşlarımız yaşayır. Biz bilmirik bizim şimalımızda necə olacaq. Rusiya bu müharibədən nə cür çıxacaq. İndi hələlik özünü Rusiya çox rahat hiss edir. Amma Rusiyanın da çox ciddi sosial-iqtisadi problemləri var. Sanksiyalar davam edir. Rusiyanın Şimali Qafqazında vəziyyət acınacaqlıdır. Elə bölgələr var ki, orada Rusiyanın hüquq mühafizə orqanları nəzarət eləyə bilmirlər. Bu da bizim şimali sərhədimizdir. Yəni biz dünyada yeganə ölkə üçün bizim həm Rusiya ilə, həm İranla quru sərhədlərimiz var. Ermənistanın sərhədi var, İranla, Rusiya ilə yoxdur. Gürcüstanın Rusiya ilə var, İranla yoxdur. Biz yeganə dövlət üçün həm qeyri-sabit Rusiya ilə, həm qeyri-sabit İranla bizim quru sərhədlərimiz var. Zəngəzur dəhlizinin açılmasında Rusiya ilə İranın mövqeyi məlumdur. Qərb dövlətlərinin bu məsələyə mövqeyi niyə bu qədər anlaşılmazdır? Biz ona görə ki, Qərb dünyası özü çox böyük daxili böhran içində yaşayırlar. Onların həm daxili siyasətlərindən bağlı, həm xarici siyasətlərindən bağlı gündəlik bir yumşaq desək, iflic vəziyyətindədir, boşa çıxdı. Bu ideologiya onlarda yarandı, biz Röya xanım, esiri dağılandan sonra. Onlarda baş gicəllənmə oldu. Esiri dağılandan sonra ABŞ-da və Avropada bir qism siyasətçilər və alimlər belə qərara gəldilər ki, artıq dünyada hegemonluq uğrunda mübarizə bitdi. Francis Fukuyama buna öz kitabına ad qoydu, tarixin sonu. Yəni, tarix artıq bitdi. Yəni, həmin dövrdə də ağıllı alimlər var idi, Huntington kimi. Onlar kitab yazdılar ki, yox, siz yanlışsınız. Hələ bu təzə başlayır qarşıdurmalar. İndi sivilizasiyaların qarşıdurması olacaq. İndi daha təhlükəli müharibələr ortalığa çıxacaq. Nahaq siz belə düşünürsünüz. Və ancaq bu euforiya düşən Qərb liderləri, həm Avropada, həm ABŞ-da, Obama kimi, Biden kimi, bunlar hesab edirlər ki, yox, dünyanın artıq sonudur, artıq hər şey yaxşıdır, tarix bitib. Biz nə dediyimiz olmalıdır, təhlükə də yoxdur və bu təkcə xarici, daxili siyasətdə yox, xarici siyasətdə də buna aid edilir. Onlar başladılar bütün dövlətləri bölməyə. Mən qəbul edədiyim bu gündəliyi sən də qəbul edirsən, yoxsa yox. Üzr istəyirəm,
bax bu cinsi azlıqlarla bağlı ya da başqa məsələlərlə bağlı dövlətləri bax bununla bölüşdülər. Avropada da bu Francis Fukuyama'nın o kitabında yazdığı üçün Tarixin Sonu o ideyaları rədd edən sağ mərkəzli partiyalar güclənirlər ildən ilə. 5 il bundan əvvəl onlara heç kim salam vermirdi. İndi isə onlar ölkənin ikinci qüvvəsidir, parlamentin yarısını götürür. Bəzi Avropa ölkələrində onlar da hakimiyyətə gəliblər, bəzilərində gəlmək üzrədir. Yəni, bax bu, siz dediyiniz ki, onlar niyə belə başa düşmürlər? Onlar təkcə bizlə bağlı yox. Onlar ümumiyyətlə çox şeylərlə bağlıdır. Dünya ilə problemləri var. Bax, Ukraynanı onlar nə günə qoydular? Ukrayna deyirlər, sən vuruşmalısan axıra kimi Rusiya ilə heç bir atəşkəsə imza atma. Ukrayna deyir, yaxşı, mən atəşkəsə imza atmıram. O İstanbul şəhərində, Minsk şəhərində belə bir sənəd hazırlanmışdı. Hələ müharibənin təzə ayları idi. Axıra kimi müharibəni aparır. Sabah deyirlər ki, biz bir il gəlib fikirləşirik, sənə tank verək, verməyik. Sonra bir ildə fikirləşirlər ki, Ukrayna təyyarə verək, yoxsa verməyik. Sonra bir ildə fikirləşirlər ki, uzun məsafəyə vuran raket verək, verməyik. Ukrayna deyir, sən mənə deyir ki, müharibə apar. Aldatdılar. Sən məni saldın bu işə. İndi çoxumuz arxanda dur, səndə o raketlər var, səndə o tanklar var, səndə o təyyarələr var. Niyə vermirsən bunu mənə? Biz sənə o silahları versək, müharibədə eskalasiya olar. Deyir, arkadaş, Rus ordusu Kiyevə kimi gəlib çıxmışdı, ondan böyük nə eskalasiya ola bilərdi? Bax, indi siz verdiyiniz sualı Ukrayna da verir ki, bunlar niyə bizi bu günə qoydular, niyə bizi başa düşmürlər, bu nə deməkdir? Ya deyir ki, atəşə imza at, gəl bunu danışıqlar yolunu həll edək. Ya da deyir ki, müharibəni apar və nə biz lazımdır? Biz arxanızdayıq. Ancaq biz sizin arxanızdayıq, amma tank hələ vermirik, təyyarə hələ vermirik, raket hələ vermirik, birdən bu Rusların xoşuna gəlməz. Belə müharibəni udumurlar. Görün, nə günə düşüb bu Avropa ki, Avropada 500 milyon ahali yaşayır. Avropa ölkələrində. 500 milyon. Rusiyada 140 milyondur. İndi bu 500 milyon çığırır Amerikaya ki, sən okeanın o tayından gəl, bizi bu 140 milyondan qoru. Avropanın pulu Rusiyadan 10 dəfə çoxdur. Ahalisi 3-4 dəfə çoxdur. Rusiyanın nüvə silahı var, Fransanın da nüvə silahı var, Böyük Britaniyanın da nüvə silahı var. Onun üçün Trump bu Avropalıların üstündən belə qışqırır, onlardan narazı deyir ki, siz adam olun, kişi olun, üzr istəyirəm. Onlara ciddi baxmır heç. Deyir, siz 500 milyonsunuz. Siz bu 500 milyon, sizin qarşınızda 140 milyon Rusdur. Sizin 20 trilyon dollar daxili məhsulunuz var. Rusiyanın 2 trilyonu, 10 dəfə az. Rusiyada nüvə bombaları var, bəli. Fransada da var, Böyük Britaniyada var. Bu 500 milyonluq Avropa. 10 dəfə daha böyük gücə malik olan Avropa. Niyə Rusiyanın qarşısında belə acizdir? Niyə Amerika gəlib, okean otayından gəlib bunları xilas eləməlidir? Amerikanın öz problemi var, o Çinlə mübarizə aparır, o Çinlə rəqabət aparır. Amerika deyir, ya bizə, ya öz problemlərinizi özünüz həll edin. Rusiya sizdən daha balacadır. Ahalisi 3-4 dəfə balacadır. Deməli, pulları da 10 dəfə azdır, daxili məhsulları. Ona görə də Rusiyanın üzərində özünüz məsələləri həll edin. Hətta üstəlik də bizə köməklik eləyin ki, biz Çinlə rəqabətdə uduzmayaq. ABŞ Çinlə rəqabətdə uduzsa, vay Avropanın halına. İndi bax, bu 500 milyonluq Avropa. Öyrəşib ki, onun təhlükəsizliyini Amerika təmin edir. Amerika ona texnologiyalar verir, Marshall planını verir. Bunlar da oturublar 500 milyon orada, ahali. Nə ilə məşğuldurlar? Allah bilir. Hansı uydururlar ki, dediyim o gündəliklərini dedim, ay, milli azlıqlar, cini azlıqlar belədir, ay, nə bilim, rəcbərlənişlik belədir, o belədir. Bir ölkədən o birisi o ölkəyə tank gedə bilməz. Ona görə ki, o ölkənin deməli torpağından, bu ölkənin torpağında fərq var. Bu tank buradan ora keçəndə, orada hansısa gücür-mücürlər sonra məhv ola bilər. Deməsi müharibə olsa, bu tanklar bir-birinə, bu ölkə o birisinə köməli eləməli deyil. Siz yollarınıza niyə belə qadağalar qoyubsunuz? Bu nədir? Ətraf mühiti qorumaq o deməkdir ki, bir ölkənin tankları o birisi ölkəyə köməliyə gələ bilməzlər müharibə olanda. Yəni, bunlar ümumiyyətlə başqa aləmdə yaşayırlar. İndi isə Trump deyir ki,
bu 500 milyonluq Avropa özünü müdafiə etməyəcəksə, mən haval edirəm Putinə getsin onlardan nəstir eləsin. İndi onlar ağlarını başına yıxırlar. Eldar müəllim, bizim bir dostumuz var, Aqat Silver. O sizə bir hədiyyə göndərib, kiçik bir hədiyyə, təsbih. Çox sağ olun, minnətdaram. Bilmirəm, təsbihlə aranız necədir? Təsbih bu hər bir şərq adamı üçün təsbih çox vacib bir simvoldur. Sizə çox təşəkkür eləyirəm ki, bugün gəldiniz, mənimlə həmsöhbət oldunuz. Çox minnətdaram. Nə yaxşı ki, sizin kimi bizim Azərbaycanın ziyalıları var, siyasətçiləri var. Həqiqətən də biz sizinlə fəxr eləyirik, var olun. Çox minnətdaram. Xətriniz bizim üçün çox əzizdir və çox dəyərlidir. Minnətdaram. Mənim bu sözlərə görə də minnətdaram, dəvətinizə görə də minnətdaram və sizin bu yeni layihənizə də böyük uğurlar arzulayıram. Çox təşəkkür eləyirik. Çox sağ olun. Var olun. Zərifliyin rəmzi olan keyfiyyətli və təbii aqat daşları hər kəsə bol enerji ötürür. Dünyanın dörd bir yanından seçilən nadir daşlarımız arasından siz də daşınızı seçə bilərsiniz. Müştərilərimizə ekskluziv daşlardan hazırlanmış aksesuarlar təqdim etmək və onların həyatına pozitiv enerji qatmaq ən böyük hədəfimizdir. Aqat, təbii enerjinin ünvanı.